Avval salam aleyküm qalar. Bildiyiniz kimi mən Sibani. Bugün belə ödül yol almağı göstərəcəm. Deməli ödül yolunu almaq üçün bir dənə girib göndərilmiş etkinliklər var. Girdik. Burada deyir ayrıca incələmək kiçik ayrıntılar. Hər nə etsə də 1 2 3 4 dənədir. Bunu dayandırıb oxuya bilərsiniz. Axırıncını deyirəm yenə. Deyir içərik nəsə başım bax. Giririk bura. Deməli burada deyənlər var, nətər olur. Videonuzu yükləyib YouTube atandan sonra onun linkini götürürsünüz. Mən hansısa bir linki random götürdüm. Bunu göstərirəm. Atmamışsa bunu siləm burada. Sonra davet kodu. Davet kodunda öz kodunuzu yaza bilmirsiniz. Buna görə də hansısa dostunuzu, tanışınızın falan kodunu götürə bilirsiniz. Burada mən sizə öz kodumu göstərirəm. Mənim kodumdan da istifadə edə bilərsiniz. Fərqi yoxdur. Burada kodu kopyalayıram. Hər nəsə göstərirəm sizə. Deməli 9-dur, K nədirsə ondandır. Keçib bunu yazırsınız. Bir də ki burada etkinliklər kuruların onu eləyirsiniz. Burada TikTok, Instagram, YouTube hansından istifadə edirsinizsə, hansı hissədə paylaşacaqsınızsa orada göstərirsiniz. Mən YouTube istəyirəm deyə YouTube'da paylaşacağam deyə YouTube'u seçirəm. Bundan sonra ödül yolunu bir də göstərim sizə. Gəldik, çatdıq ödül yoluna. Ödül yoluna giririk. Deməli burada görevlər var. Bu görevləri eləyirsiniz. Mən 22-dəyəm. Görevləri eləmək elə çətin deyil. Metro falan istəyir. Arada oyun dakika keçir deyir. Bir də popülərlik istəyir. Deyir sənə bu qədər popülərlik falan atsınlar. Orada 10.000 popülərlik deyə mən 10.000 yük atıblar. Ona görə oraları falan eləmişəm. Ödül yolunun qiyafətlərinə çatanda 3 dənə qiyafətdir. Bunun birini seçmək olur. Məndə biri var idi onsuz da. İkincini almışam. Amma ala bilsəm buradan təzədən əgər ödül yolu falan gəlsə birincini götürərəm. Birinci çox şeydir. Nəysə paraşütlərdə baxaq. Paraşütdə də Naruto paraşütü həqiqətən qəşəngdir. Xoşuma gəldi. Ala bilsəm bunu seçərəm elə. Bunların içində birincisi yaxşıdır, o birisilər elə qəşəng deyil. Həm şitdir, həm də yaxşı deyil. Birincisi sadə, həm də yaxşıdır. Hərəkətlərə gəlsək bu nədir? Bu da heç yaxşı deyil. Hərəkət də heç yaxşı deyil. Nətər deyim? Pis də yaxşı hərəkət deyil. Xoşuma gəlmədi. Bu bir draftsdakı 30 UC-nin yerinə bir dənə çevirmək olur. O ki deyəsən 6 dənə falan. Yox. 3-4 dənə verir də. Necə 120-180 uca qabaqda olasınız. Səsləri çatanda səslərdə bunlardır. Elə yaxşı səslər əslində səslər yaxşıdır, pis deyil. Çatdıq əsas hissəyə qiyafətlərə. Bu qiyafətlərdə opşi 9 dənə var. 9-nun birini seçə bilirsiniz. Siz burada hamısını görürəm. Mənim ən xoşuma gələn qiyafət də budur. Bu qiyafət çox qəşəngdir. Niyəsə xoşuma gəlir, saçı falan. Başdan karizmada qiyafət. Bu bir draftdan təzədən bundan demişdim axı 2 rəng verir olur. Bunun ikincisi də budur. Birincisi mən seçərəm bunu, olsa demişəm. İkinci ya bunu seçərəm ya da göstərəcəm bunu. Bu option 3-ü çox qəşəngdir. 3-ü nəsə dəhşət xoşuma gəldi. Bunlar prime, nətər deyim, əməli başlı yaxşıdır bunlar.